Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Bugün iki sınağın izahını verəcəm ardıcıl elə bu videoda. Yəni toplam 60 dənə sual izah eləyəcəm. Qeyd edeyim ki, bizim ödənişsiz, normalda ödənişli olan sınaqlar qrupumuz ödənişsiz eləmişəm. Yəni hər kəs qoşula bilər. Tək şərt uşaqlar burada göstərilən nömrəyə yazmaqdır. Heç bir ödənişə ehtiyac yoxdur. Bu nömrəyə yazarsınız, qrupa əlavə olunacaq. Artıq 300-ə yaxın şagird qoşulub. Yəni siz də qoşula bilərsiniz. Bir dənə şərtimiz var. Kanala abunə olursunuz. Bu nömrəyə adınızı, soyadınızı yazırsınız və o abunə olduğunuzu skrin edib göndərirsiniz və salam. Gerisi qrupa əlavə olunacaqsınız. İndi keçək suallara. Orada paylaşılan sınaqlar uşaqlar burada YouTube'da paylaşılmır, yəni öncədən deyim. 0, 2, 9, 7, 3 rəqəmlərindən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tapın. Ən böyük ədəd 9 ilə başlayıb 9, 7, 3, 2, 0. Ən böyük ədəd budur. Ən kiçik isə 2 ilə başlayır, sonra 0, sonra 3, sonra 7, sonra isə 9. Bunu cəmləyək. 9, 9, 6, 7, 11. 117.699 D bəndi. 23-də 11-dən x çıxanda qalır 7-də 3. X bərabər olacaq o zaman. 23-də 11-dən çıxacağım 7-də 3-ü. İndi uşaqlar bu da bərabərdir. Orta məxrəc bunların hasili olar. 140 məxrəci vuraram bir-birinə nə olar? 161 çarpaz vuraram 77 çıx 69. Bu olacaq 8 böl 161. B bəndi. Buradan 13-ü sola keçirsəm 17-dən çıxılacaq, qalacaq x böyük bərabərdir 4-dən və yaxud da x böyük bərabərdir 4-dən. Ən kiçik həlli, bu ifadənin ən kiçik həlli 4-dür. Bunun da üzərinə 10 gələndə olacaq 14 C bəndi. Həm 40-a, həm də 15-ə bölündükdə qalıqda 3 qalan ən kiçik natural ədəd tapın. Əkop 15 ilə 40 üstə gəl 3. 15 ilə 40-ın əkobu 120-dir. Kifayət tapmaq olar təbii ki, uşaqlar 120 eləyir. Üzərinə də üst gələndə oldu 123. 5. Bir briqada işi 8 saata, digəri 9 saata görür. Birinci 8 saata görür, ikinci 9 saata görür. İki briqada birlikdə 4 saat işləsələr, işin hansı hissəsi görürlər? Əgər 4 saat işləyirlərsə 8-də 4, üstə gəl 9-da 4 bərabərdir. Məxrəcdə bunların hasili olacaq. Qısa yazıram 72, çarpaz vuraram 36 plus 32, sonra ixtisar eləyəcəm 68 böl 72. 4-ə bölsəm yuxarıda qalacaq 17, aşağıda qalacaq 18. 17 böl 18 eləyir C bəndi. Daha doğrusu uşaqlar 18-də 17 görülmüş hissədir. Görülməmiş hissəni soruşur. Bu sözlərin həmişə altından xətt çəkin. 1 çıxılsın 18-də 17, az qalsın səhv eləyirdim. 1 böl 18 cavab oldu Y bəndi. Bölən 7 olarsa alına biləcək qalıqlar. Uşaqlar, bölən 7 olarsa alına biləcək qalıqlar təbii ki 7-dən kiçik olmalıdır. 1, 2, 3, 4, 5 və 6. Bunların cəmi bu 6 eləyir, 10 eləyir, 15, 21. Y bəndi. Tərəf-tərəfə toplasam 4A bərabər olacaq. B'lər gedər 4-ə. A da bərabərdir 1-ə. A-nın yerinə 1 yazsam. 1 çıx B bərabərdir 1. B də oldu 0. A 1'dir, B'də 0. 1'in kubu çıx 0'ın kubu. Bu da eləyir 1. Yəni A bəndi. 8. 2 ədədin fərqi 20. Yəni A çıxılsın B bərabərdir 20. A plus B isə 46'dır. Olacaq 2A, B'lər gedər 66. A da bərabərdir 33. Biri 33 oldu. 33'dən nə çıxsam 20 eləyər 13. B də oldu 13. Biz bunların hasilini tapmalıyıq. Deməli 99, aşağıda da 33. 9, 2, 1 yadda 429 B bəndi. 9. Bərabərsizliyin tam əlləri çoxluğundan təsadüfi götürülmüş ədədin sadə ədəd olması ehtimalını tap. Tam həlləri çoxluğunu yazaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12'dir. Neçə dənə ədəd var? 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ədədimiz var. 10 dənə mümkün ədəddən neçəsi sadədir? 3 sadədir, 5 sadədir, 7 və 11. 4 dənəsi, 10-da 4. C bəndi. Mənfi 22, A mənfi 22, 10-da 5 olarsa 4 çıxılsın 2A ifadəsinin qiyməti. Uşaqlar, gətirib yerinə yazmaq lazım. 4 çıxılsın 2 vurulsun, mənfi 22, 10-da 5 kök altında. Mənfi 2-nin mənfi
22-5-ə vuranda mənfilər bir-birini aparar. 2-ni 22-5-ə vuranda olar 45. Üstə də 4 yazsam olacaq 49. 49-dan da 7 çıxacaq, yəni D bəndi. Trapesiyanın diaqonalı onun orta xəttini 2-3 nisbətində bölür. Bir dənə trapesiya seçərəm. Bizə dəqiqə. Sürü istəyirəm uşaqlar, çəkə bilmədik deyəsən. Deməli uşaqlar, bunun diaqonalını çəkdim. Orta xəttində çəkdim. 2-3 nisbətində bölür. 2K, bu da 3K. Orta xəttdə 15-dir. 2K, 3K, 5K bərabərdir 15-ə. K oldu 3. Əgər K 3-dürsə 2-ni 3-ə vuraram. Bura 6 olar, burada 9. Oturacaqların fərqini tapmışlar. İndi bu 3 bucaqda, baxın buradakı 3 bucaqda 6 orta xətt olacaq. Çünki tərəfin orta nöqtəsidir və paraleldir. Onda bura olur 12. Eyni məntiqlə buradakı 3 bucaqda da 9 orta xətt olur. Bura olur 18. 18-dən də 12 çıxmalı. Fərqini soruşur. 18 çıx 12, bu da eləyir 6, yəni Y bəndi. 12. Radiusu 6 olan çevrənin diametrini tapın. R bərabərdir 6-ya, D də bərabərdir 2R-ə. 2 vur 6 olacaq 12. B bəndi. Yalnız 3-ə bölünə bilən ədədlərdən ibarət olan sıranı seçin. 12 3-ə bölünür, 18, 27 əlavəndir. A-Y variantı yoxdur ki. Demək uşaqlar, B-də 26 bölünmür 3-ə, C-də 46 bölünmür, D-da da 16 bölünmür. Bitdi. 5% 23-dürsə, ədədi tapın. 23-ü vuraram 100-ə, bölərəm 5-ə. Bununla bu getdi. 20 qaldı. 460. Y bəndi. 15. İfadəsinin qiyməti. Kvadratlar fərqidir. 78 çıx 22. 78 üstə gəl 22. Böl 56. 78-dən 22 çıxanda 66 edir. Toplayanda da 100 edir. Böl 56. Daha doğrusu 56 edir. 56'lar da 7, cavab qaldı 100. D bəndi. Növbəti 16-cı sual. Bucağı qonşu olan iki bucağın cəmi 280 dərəcə olarsa, verilən bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, biz bunu dərs izahımızda demişdik. Normalda bucağın bir qonşu bucağı olur. Əgər iki qonşu bucaqdan danışılırsa, bu qarşılıqlı bucaqlardır. Məsələn, bura alfa olsun. Bilirik ki, bura beta, bura betadır, bura da alfadır. Alfaya qonşu 2 dənə beta var. 2 beta deyir ki, 280'dir. Bu zaman beta 140 olur. Beta 140'dırsa, burada 140 olur. Onda alfa olur 40. Bizə verilən bucağı soruşurdu, yəni 40 B bəndi. İndi 17. Yuxarıdakı ifadə A plus 2-nin kvadratıdır. Məxrəzdəki ifadə isə A minus 2-nin kvadratıdır. Burada bölünsündür deyə mən onu vurulsun yazıb yerini dəyişəcəm. Olacaq A çıx 2, aşağıda da A üstə gəl 2. Buradan A çıx 2 ilə bunun kvadratı getdi. A plus 2 ilə də bunun kvadratı getdi. Bərabərdir. Yuxarıda qalır A üstə gəl 2. Aşağıda qalır A çıxılsın 2. Yəni C bəndi. Növbəti sual uşaqlar 18-ci sual. İfadənin qiymətinin sadə hesablama sualıdır və hər il buraxılışa bu tipdə bir sual düşür. 3 ilə 5'in bu toplayanda olur 15. Çarpaz vuraram 10. Üstə gəl 3. Vur 19'da 5. Deməli yuxarıda uşaqlar bununla bu ixtisar gedir. Burada 3 qalır. Yuxarıda olacaq 13. Aşağıda olacaq 3 vur 19. Olacaq 13 böl 57. Məsələn 19. ABC 3 bucağında bir dəqiqə fərz eləyək ki, bu ABC'dir. Oxşarlıq qurmağa çalışıram uşaqlar. Çünki şərtdə verib bizə. AB 10'dur. BC 16'dır. AB 10'dur. BC 16'dır. A1 B1 x çıx 2'dir. B1 ise x plus 1'dir. X'i tap. Ha uşaqlar düz oxşarlıqdır. Yəni AB A1 B1'ə, BC B1 C1'ə və s. O zaman uyğun tərəflərin nisbəti. Yəni 10 bölünsün x plus 2 bərabərdir 16 bölünsün x plus 1. Burada x minus 2'dir. Çarpaz vurarıq 10x üstə gəl 10. 16x çıx 32. 10x'i sağa 32'ni sola. 42 bərabərdir 6x'a. X də olacaq 7. B bəndi. 20. Funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu YF. İndi uşaqlar,
Bunu tam kvadrata ayırsaq x kvadrat çıx 6x. 6'nın yarısı 3 eləyir, kvadratı 9 eləyir. Plus 9 plus 6 yazaram. Bax bu ifadə x çıxılsın 3'ün kvadratıdır. Üstəgəl 6. İndi kvadratik ifadənin ən kiçik qiyməti 0 olduğu üçün burada qalacaq 6-dan müsbət sonsuzluğa. Yəni A bəndi. 21. Tənliyin köklərini tapın. Modul x, bircə dəqiqə, modul x bərabərdir. Mənfi 2də 1 uşaqlar. Sürət məxrəcini 2-yə vursam, mənfi 4də 2 eləyər. Üzərinə gələrəm 4də 3-ü. Buradan da alınacaq ki, modulda x bərabərdir. Mənfi 4də 2-nin üstə 4də 3 gələndə edir, müsbət 4də 1. Və buradan da alınır ki, x bərabərdir plus minus, yəni müsbət mənfi 0,25, yəni B bəndi. Gəldi 22-yə. Bərabərsizliyin ən kiçik həlli, tam həllini tapın. Kəsirdən azad eləmək üçün hər tərəfi 12-yə vuraram. 12-yə vuranda olacaq 12 dənə y. 12 ilə 4 ixtisar gedəcək, mənfi 3 qalacaq. Daha doğrusu 3 qalacaq. 3'ü də bura vuraram, olacaq çıx 6y, mənfi 3'ü də 1'ə vuraram, çıx 3. Böyük bərabərdir. Əgər birbaşa anlamadınızsa, dediyim kimi hər tərəfi 12-yə vurub yaza bilərsiniz. Sağ tərəfi 12-yə vuranda 3-lə ixtisar gedəcək, qalacaq 4 vurulsun bura. 4'ü 4'ə vuranda 16y, çıx 12. İndi sadələşdirək. 16y sola keçirsəm 12y-dən 16y çıxsam, mənfi 4y eləyəcək. Burada da mənfi 6y olduğu üçün olacaq mənfi 10 dənə y. Böyük bərabərdir. Mənfi 3'ü sağa keçirsəm, müsbət olacaq, qalacaq mənfi 9. Hər tərəfi mənfi 10'a bölsəm, y işarə dəyişəcək. 9 böl 10. Çünki uşaqlar mənfi ifadəyə böləndə, bərabərsizliyi böləndə və vuranda işarə dəyişir. Yəni y-imiz 0,9-dan kiçikdir. Bərabərsizliyin ən kiçik tam həlli də 0,9-dan kiçik tam həll 0-dır. C bəndi. Diaqonalı 4 və 4 köşk olan rombun iti bucağının dərəcə ölçüsünü tap. Bir dənə romb çəkək. Dünən paylaşdığımız sınavda da, dünən yox daha doğrusu, 2 gün əvvəl paylaşdığımız sınavda da səhv etmirəmsə 2 dənə buna oxşar bir sual var idi. İndi mən bunu birləşdirdim. Bunu da birləşdirdim. Diqqətlə baxın, bilirik ki, rombun diaqonalları perpendikulyardır. Yarıya bölünür. Bura 2 olsun, bura 2 kök 3. Pifagor teoreminə görə 2'nin kvadratı 4 eləyir, 2 kök 3'ün kvadratı 12 eləyir. Bura doldu 4. İndi diqqətlə baxsaq, bura 30 dərəcədir ki, 30 dərəcənin qarşısındakı bunun yarısıdır. İndi bilirik ki, rombun diaqonalı onun təm bölənidir. Burada olur 30. İti bucağı 60 dərəcədir. Bizdən də iti bucağı soruşurdu, C bəndi. Kvadratın diaqonalı çəkilən zaman əmələ gələn üçbucaqlardan biri. Baxın, kvadratın bir dənə diaqonalını çəkdim. Əmələ gələn üçbucaqlardan biri 14'dür. Təbii ki, diaqonal onu 2 bərabər üçbucağa böldüyü üçün burada 14 olur. Ümumi sahə oldu 28. Əgər yox, diaqonalları demiş olsaydı, məsələn 4 dənə üçbucaq yaranacaqdı, hər biri 14 olacaqdı. O zaman da 4 14'ə vurub 56 yazacaqdı. Amma bizə bir diaqonal, yəni diaqonal dediyi üçün birini çəkirik. 25. Tənliyi həll eləmək lazımdır. Vurub açaram. 4x kvadratı x-a vuranda olur 4 dənə x-in kubu. Üstəgəl 4x kvadrat. Çıxılsın 4x kub, çıx 1. Bərabərdir 0. Bunlar getdi. 4x kvadrat bərabərdir 1'ə. X kvadrat bərabərdir 1 böl 4. Buradan da alınır ki, x bərabərdir müsbət mənfi 2'də 1. Müsbət mənfi 2'də 1, yəni A bəndi. 26. Üçbucağın perimetri 50'dir. Tərəfləri isə 15 və 17'dir. Digər tərəfini tapın. İndi uşaqlar, bənzər sual yazmışıq burada, paylaşmışıq. Üçbucaq bərabərsizliyin qorumaq lazımdır. Əgər bura 15 olsa, toplam eləyir 30. Üçüncü tərəfdə 50 olması üçün gərək 20 olsun. Bu mümkün görünür. Əgər bu tərəf, məsələn 2 tərəfin cəmi üçüncü tərəfdən böyükdür. Normaldır. Uşaqlar, üzr istəyirəm, bərabər yanında deyilmiş. Bura 15'dir, bura 17'dir. Toplayıram eləyir 32. Bundan da 50 çıxıram, mənfi 18. Təbii ki, tərəf mənfi olmadığı üçün olacaq 18. Çünki 50'dən 32 çıxmalıydım. Bunu soruşurum uşaqlar, daha asan sual imiş. Deməli, bu hissəni sildim. 27. Oturacağı AC olan ABC bərabər yanlı üçbucağında B medianı çəkilmişdir.
Bütövün perimetri 60'dır. P, A, B, M. O zaman mən bura A deyərəm. Bərabər yanlı olduğu üçün burada olar. Bura B deyərəm. Burada B. Bu da olsun X. Perimetrə görə, böyüyün perimetrinə görə 2A üstəgəl 2B bərabərdə 60'a. O zaman A üstəgəl B bərabərdə 30'a. Ardıca deyir ki, bu üç bucağın perimetri 47'dir. O zaman A üstəgəl B üstəgəl X bərabər olur 47'ye. Bu da 30 olduğu üçün X bərabər olacaq. 47'dən 30 çıxaram, olacaq 17. Yəni B bəndi. Gəldi 28'ə. KM 3'dür. MP 6'dır. YM 2'dir. MN soruşur X. Uşaqlar, çox sadə sualdır. 2 vətər kəsişərkən qarşılıqlı hasillər bir-birinə bərabərdir. 2 vur X 6 üçün 18. X bərabərdir 9, yəni A bəndi. 29. BYS 90 dərəcədir. Yəni bax bu bucaq 90 dərəcədir. Bu da bura perpendikulyardır. BC də bərabərdir AB-yə. Əgər mən bura bir A desəm, burada A olacaq. Burada bir B deyərik də. Görə başqa bir şərt verirmi? BC bərabərdir AB-yə. Başqa bir şərt verməyib. Bunun da sahəsi 196'dır. YB-ni soruşur bizdən. YB parçasını. Baxaq indi uşaqlar. Birincisi YB-ni necə tapa bilərik? Bura bir X deyərəm. X kvadrat bərabərdir. Proyeksiyaya görə A-nı A vurulsun. A plus B. Bu bizə X kvadratı verəcək. Oradan da X-i tapa bilərik. Həmçinin bizə sahəni də verib 196. Sahə nəyə bərabərdir bəs? N-i, yəni A vurulsun, uzunu nədir? A plus B. Bu 196'dır. Elə təsadüfən baxın, bu ifadə bu ifadədir. Deməli bu 196'dır. O zaman buradan X də bərabərdir 14'ə, C bəndi. 30. Çevrən radiusunu tap. Uşaqlar, birinci radiusu tapmaq üçün tam kvadrata gətirmək lazımdır. X kvadrat çıx 6x yanaşı yazıram. Y kvadrat üstəgəl 12y çıx 4. Burada x kvadrat çıx 6x. Tam kvadratı gətirmək üçün 6'nın yarısı bir də kvadratın gəlmək. 6'nın yarısı 3 eləyir, kvadratı 9. 9'u mən özümdən gəldim deyə çıxıram. Üzərinə gəl. Y kvadrat üstəgəl 12y. 12'nin yarısı 6'dır, kvadratı 36'dır. 36'nı özümdən gəldim deyə çıxdım. Bir də çıx 4 bərabərdir 0. Bax bu ifadə x çıxılsın 3'ün kvadratıdır. Üstəgəl. Bu ifadə y plus 6'nın kvadratıdır. Qaldı yerdə -9, -36, -4. Bu deyilir -49. Sağa keçirəndə də olur 49. Biz də bilirik axı bu r kvadratdır. R kvadrat 49'dursa r də 7 olacaq. Y bəndi. Və salam uşaqlar, 30 sualın izahını verdiyim. İndi isə keçək digər sınavımıza. Bundan sonraki sınavımıza. O da bax bu sınavdır. İndi uşaqlar, mütləq şəkildə bu sınavları işləyin. Biz imtahana qədər əlimdən gəldiyi qədər, vaxtım olduğu qədər sınavlar paylaşacağım. Mütləq bu sualları işləyin. İndi imtahana son gün qalmış, daha çox belə deyim, məsələ tipli suallar paylaşacağım. O sualların hər birini işləməyiniz lazımdır. Gəldik 1-ə. 5 dondurma 2 manatdırsa, uşaqlar, 10 dənə dondurma, təbii ki, bunun 2 qatı olacaq 4 manat C bəndi. Burada tənliyin kökləri x1, x2'dir. Hasil nədir? -20 bölünsün köklərin cəmi də -5'dir. Mənfilər gedər. 20'ni 5'ə böləndə eləyir 4. Bunu nəyə əsasən yazdıq? Viet teoreminə görə. Əgər ətraflı izah tələb olunan tapşırığa düşsə, Viet teoremi sözünü mütləq qeyd edin. F3'ü tapın deyə uşaqlar x-in yerinə 3 yazmaq lazım. 5 vur 3 üstəgəl 2. 15 üstəgəl 2 17 eləyir. Funksiyanın nöqtədə qiymətinin hesablanması. Çevrəyə aid olanlar vətər çevrəyə aiddir, diametr çevrəyə aiddir, hündürlüyə aid deyil, median aid deyil. 1, 2, Y bəndi. Demək uşaqlar, 5'ə baxırdıq deyəsən. Video dayanmışdı. Davam eləyək. Bir boru hovuzu 6 saatı doldurur, digəri isə 7 saatda boşaldır. Uşaqlar, indi video ortadan baxanlar üçün deyirəm, kimsə səbirsizlik eləyib önə çəkər. Bizim normalda ödənişli olan sınavlar qrupumuz tam ödənişsizdir. Qoşulmaq üçün burada bir nömrə var. Baxın, bu nömrəyə yazmağınız lazımdır. Bu sınavların özünü də əldə edə bilərsiniz. Telegram kanalımızda var.
X Akademi Mehman Mahmudov yazsaz çıxacaq. Dediyim kimi uşaqlar, sınavlar qrupumuz tamamilə ödənişsizdir. Sadəcə 9-cu siniflər üçün və sadəcə bu illik elədir. Yəni növbəti il və o sınavlar burada paylaşılmır. Gizlindir, sadəcə qrupda paylaşılır. Qoşulmaq üçün tamamilə ödənişsizdir. Bu nömrəyə yazmağınız kifayətdir. Bir boru hovuzu 6 saata doldurur. Digər isə 7 saata boşaldır. İki boru eyni zamanda işləsə, hovuz neçə saata dolar? İndi uşaqlar, biri doldurur, digəri boşaldırsa bu zaman çıxılacaq. Neçə saata dolar? Məsələn deyirəm, birinci boru doldurursa, 1 saata altda birini doldurur. Altda 1x. İkincisi isə boşaldır 7-də 1x. Bərabərdir dolsun deyir 1-ə. Orta mərcə gətirsəm 42-də 7x çıx 6x bərabərdir 1. Qalır x bölünsün 42 bərabərdir 1, x də bərabərdir 42-yə. Deməli 42 saata doldurardı. 6. İki oxşar üçbucağın tərəfləri nisbəti 6 bölü 7 olarsa, perimetrlərin nisbətini tapın. Uşaqlar, bir sahə fərqli olur, qalan hamısı eynidir. Oldu A bəndi. Deməli, A vur B hasını tapmaq lazımdır. A tənliklər sistemidir. Aşağını 3-ə vuraram. Yuxarı olduğu kimi qalar. 2A çıx 3B bərabərdir 1. Aşağını 3-ə vursam hər tərəfi olacaq 9A. Üstə gəl 3B bərabərdir. 18-i 3-ə vuranda neçə edir uşaqlar? 54. Tərəf-tərəfə toplasam 2A ilə 9A eləyir 11A. B'lər getdi bərabərdə 55-ə. A da bərabər olacaq 5-ə. A-nın 5 olduğunu biliriksə gətirib yazıb yerinə B-ni taparıq. 3 vur 5 plus B 18 olur. 3 5'im 15 eləyir. 15'in üzərinə nə gəlsəm 18 eləyər. Təbii ki 3. B də oldu 3. A 5'dir. B də 3. Hasili də 18 C bəndi. 8-ci sual. 40 üstü 3-də 1 vurulsun 5 üstü 3-də 2 ifadəsinin qiymətini tap. Uşaqlar bilirik ki 48 vur 5 üstü 3-də 1 deməkdir. Daha doğrusu 3-də 1 kənarda. Bu da 5 üstü 3-də 2 deməkdir. Əslində diqqətli olsanız çox rahat sualdır. Uşaqlar 8'i bu qüvvət hər birinə aid olduğu üçün 8 üstü 3-də 1 vurulsun 5 üstü 3-də 1 yazaram. Vurulsun 5 üstü 3-də 2. Bərabərdir. 8'i də yazaram 2'nin kubu üstündə 3-də 1 vurulsun. 5 üstü 3-də 1, 5 üstü 3-də 2 bax bu. Vuranda əsaslar eyni qalır. Qüvvətlər toplanır, eləyir 5 üstü 1, yəni 5. Bu 3-ü də 3-də 1-ə vuranda eləyəcək 1, 2 vurulsun 5 də bərabər olacaq, ona B bəndi. 9-cu sual. İlk 20 natural ədəd içərisindən təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması ehtimalını tap. Deməli uşaqlar, ilk 20 natural ədəd dediyi üçün PA hadisəsində mümkün halların sayı 20 ədəddir. Yəni bizə 20 ədəd seçim verib. Bundan neçəsi sadədir onu tapaq. 3 sadədir, 2 sadədir, 5 sadədir, 7. Sonra nə var uşaqlar? 11 var, 13 var, çox yoxdur da, 17 var, bir də 19 var. Neçədən eləyir? 3 dənə burada, 3 dənə burada, 6, 2 dənə də burada 8. 20-də 8. Yəni 20 dənə seçimimizdən 8-i sadə ola bilər. Bu da 10-da 4 eləyir də C bəndi. 43 ədədi hansı iki tam ədəd arasında yerləşir? 43-dən əvvəl köşkdən çıxan ədəd 36-dır. Ona görə 6 və 7. Birincini tapsaz, ikinci onun ardınca gəlir. Rombun diagonalları 12 və 15 olarsa, onun hasilini tapın. Uşaqlar, rombun sahə düsturlarından biri belə idi. D1, D2 böl 2. 12 vur 15 böl 2. Deməli 12-ni 15'ə vuranda 180 eləyir. 2'yə böldüm 90. Cavab oldu 90 yoxdur. Bir dəqiqə. Səhv sallamadıq. 150 plus 30, 180 eləyir də. 2'yə böldüm 90. Cavab 90'dır uşaqlar. Burada Y variantı yoxdur. Yəqin ki oradaymış 90. Cavab 90'dır. Siz düşünün ki açıq sualdır da. 12. Sahəsi 81 pi olan dairənin diametrini tapın. Dairənin sahə düsturu pi r kvadratdır. Bərabərdir 81 pi'yə. Pilər gedir. R kvadrat 81'dirsə R olacaq 9. İndi diametri isə bunun 2 qatıdır da uşaqlar. 2 vur 9 olur 18. Cavab oldu 18. Deməli uşaqlar deyir ki, A çoxluğundan B çoxluğunu çıxırıq. A'dan B'ni çıxanda ortaqları dairəyə alaq. 2'dir, 3 yoxdur, 4 yoxdur, 7 yoxdur, 8 var.
10 var. Sonra 12 var. Başqa varmı? Yoxdur. A-dan B-ni çıxanda qaldı deməli 3, 4, 7 və 17. Bundan da C-nin kəsişməsi 3, 4, 7 ilə 17 ilə C-nin kəsişməsi 3-dür. 7-dir, bir də 17-dir. 3 dənədir cəmi. A bəndi. Nəmliyi 40% olan 150 ton ağac qurudulduqdan sonra 100 ton oldu. Qurudulmuş ağacın nəmliyini tap. İndi uşaqlar 150 tondursa, mən bunun 40%-ni tapanda 150-ni 40-a vurub 100-ə bölsəm 60 edir. Yəni bunun tərkibində 60 ton su var. 90 ton nə var? Odun var da, belə deyək, ağac var. Quru ağac. İndi uşaqlar, belə bir məsələ var ki, bunu quruduram 100 ton qalırsa, bunun tərkibindən gedən sudur. Ağacın özü getmir də. Su bunun tərkibindən çıxır. Ona görə 90 qalır yerində. Axı 100 tondur. Bunun 90-ı qalıb yerində, 10 ton deməli su qalıb. Toplam 100 tondan 10-u sudur. Onda 10% olacaq da, 100-lər gedir, qalır 10% B bəndi. Növbəti 15. Yuxarıdan 8-i çıxardaram. X çıx Y, X üstə gəl Y yazaram. Aşağıda da X çıxılsın Y yazaram. Bunlar gedər, qalar 8 vurulsun X plus Y. Və yaxud da vurub açaram da, 8X üstə gəl 8Y. D bəndi. 16. Düz bucaq təpəsindən çıxan şua onu 5-4 nisbətində 2 bucağa ayırır. Alınan böyük bucağı tapın. İndi uşaqlar, bilirik ki, düz bucaq 90 dərəcədir. 5-4 nisbətində bölünübsə 5K, 4K 90 olar. Buradan 9K 90 olarsa K olacaq 10. K 10-dursa, deməli K 10-dursa 5-i 10-a vuraram. Biri 50-dir, digəri 40-dır. Bizdən nəyə soruşur? Böyük bucağı soruşur. Ona görə cavab oldu 50 A bəndi. Gəldik 17-yə. Yuxarını kvadratlar fərqi kimi açaram. A çıx 5, A plus 5. Bunlar sadə müxtəsər mod üsturudur. Müxtəsər mod üsturlarını mükəmməl bilməyiniz şərtdir uşaqlar. Bunun müzakirəsi belə getməz. Zəhmət çəkin, gedin əzbərləyin o düsturlar. Bölmədə vurma olur, yerlər dəyişir. Yuxarıda qalır A plus 5, aşağıda da olur A minus 5. Deməli, A minus 5 ilə bu gedir, A plus 5 ilə də bu gedir. Bu A plus 5 ilə də bu gedir. Hər şey getdi də uşaqlar, nə qaldı? Bir dənə C, yəni 1. İfadəsinin qiymətini tapmaq lazımdır. Hesablamalıyıq. Başqa variantımız varmı? Hə, kvadratda fərq kimi istifadə edəcəyik. Bunu birinci hesablayaq. 2-ni 2 onda 8-ə vuranda edir 5 onda 6. Üstə də 2 onda 9 gələrəm. Deməli, 5 onda 6 ilə 2 onda 9-u toplayanda eləyir 7, 8 onda 5. 8 onda 5-in kvadratı çıx, 2 onda 5-in kvadratı. Bir dəfə çıxaram, 8 onda 5-dən 2 onda 5-i çıxaram, bir dəfə də toplayaram. 8 onda 5-dən 2 onda 5 çıxanda 6 qalır. Toplayanda da 11 eləyir. Vuranda da 66 eləyir, D bəndi. 19. 4x bərabərdir 30. X də bərabərdir 30 böl 4. 15 böl 2. 7 onda 5. B bəndi. 20. ABCD trapesiyasında ACD. Yəni bura alfa bərabərdir ABC. Yəni burada alfadır. Və AD 18-dir. BC 8-dir. AC tərəfinin uzunluğunu tap. Uşaqlar, bu bir bucağın bərabərliyi kifayət eləyir ki, biz misalı həll edelim. Normalda qayda ilə AC-nin kvadratı bunların hasilidir. Tutaq ki, qaydanı bilmirsiniz. Paralel olduğu üçün bura betadır, burada betadır. İki bucaq bərabərdir. Üçüncü də bu olacaq da. Fi, burada düşdü fi. Buna da bir D deyirəm. Mənə D lazımdır. D lazım olduğu üçün alfadan istifadə edəcəm. Alfanın qarşısındakı D-nin fi-nin qarşısındakı 8-ə nisbət bərabərdir. Alfanın qarşısındakı 18-in fi-nin qarşısındakı D-yə nisbət. Çarpaz vuranda D kvadrat bərabərdir 144. D də bərabərdir 12. Və salam A bəndi. Növbəti 21-ci sual. 5 böl 11 kəsrini sonsuz dövrü onluq kəsir şəklində göstərin. Məxrəci 9-a vursam 99 olacaq da. 99-da 45. Bu da uşaqlar 0 dövrdə 45 deməkdir də. C bəndidir. Və yaxud da götürüb 5-i 11-ə bölərək çubuqlu bölmə ilə də tapa bilərsiniz.
Buradan 44'ü sağa, 1'i sola keçirdərəm. 16-dan 1 çıxılacaq 15 böyükdür 45 y-dən. Və yaxud da 45 y kiçikdir 15-dən. Hər tərəfi də 45-ə bölsəm 15 böl 45 qalar. 15-ə ixtisar etsəm 1/3. 1 böl 3. Y 3də 1-dən kiçikdir. Yəni mənfi sonsuzluqdan 3də 1-ə qədər. Mənfi sonsuzluqdan 3də 1-ə qədər y bəndi. 23. Üçbucağın daxili bucaqları 3, 5, 7 nisbətində olarsa onun böyük bucağının dərəcə ölçüsü. Bayaqki sualın bənzəridir. 3K, 5K, 7K. 8, 15K bərabərdir 180. K olacaq 12. Əgər K 12-dirsə yazaram yerinə. Bu olur 36, bu olur 60, bu da olur 84. Ən böyük dərəcə 84-dür. A bəndi. 24. 73 ədədini hansı ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun. Qəşəng sualdır. 73 ədədini bölürəm bir x ədədinə bərabərdir. Deyir ki, qismət böləndən 3 vahid böyük olsun. Yəni, qismət olsun x plus 3 ki, bundan 3 vahid böyük olsun. Qalığı isə böləndən 4 vahid kiçik olsun. Bundan 4 vahid kiçik olur x çıx 4. Bu artıq kvadrat tənliyə gələcək. 73 bərabərdir. X-i vuraram bura. X kvadrat plus 3x üzərinə gələrəm x çıx 4-ü. Hamısını sağ tərəfə yetirərəm. Olacaq x kvadrat üstə gəldi 4x. 73-ü də sağa keçirəndə olacaq çıx 77. Bərabərdir 0. İndi uşaqlar hasili mənfi 77. Cəmi mənfi 4. Mənfi 11 və 7-dir. İndi mənfi 11 və 7. Mənfi 11 təbii ki olmaz. 7-yə böləcək də. B bəndi. 25. Vuruqları ayrı. Əvvəlcə 11-i çıxaraq qarşıya. X kvadrat üstə gəl y kvadrat üstə gəl 2xy. Uşaqlar diqqətlə baxın, 11 vurulsun, mötərizə x plus y-in kvadratıdır. Bu da C bəndinə uyğun gəlir. 26. Tərəfləri 8 və 17 olan bərabəryanlı üçbucağın perimetrini tap. Uşaqlar gözəl sualdır, sadə görünür. Dediyim kimi, bayaq eləməyə çalışdığım sual buydu. 8, 8, bura 17. Belə də yaza bilərsən. 17, çünki bərabəryanlı deyir, 17, 17, 8 də yaza bilərsən. Hansı düzdür bəs? Üçbucaq bərabərsizliyinə görə iki tərəfin cəmi 3-cüdən böyük olmalıdır. 8 ilə 8-in cəmi 16 eləyir, 17-dən böyük deyil. Deməli, belə üçbucaq olmaz. Deməli, üçbucağımız budur. 17 ilə 17, 34 eləyir. Üzərinə də 8 gəlsəm, 42. Yəni, Y bəndidir. Bu 42 Y bəndidir. Davam eləyək. İlik yarışında 22 oğlan və 18 qız iştirak eləyir. Oğlan və qızların yarışda topladığı balların ədəd ortası uyğun olaraq yuxarını hissəni silirəm. 25 və 30-dur. Bütün şagirdlərin yarışda topladığı balların ədəd ortası. Baxın uşaqlar, bu sual 11-ci sinifə düşmüş buraxılış sualının eynisidir. Orada kişi və qadınların yaşlarının ortasını soruşurdu. Burada isə oğlan və qızların. Eyni sualdır, bax. Deməli, biz oğlanların sayına deyərəm 22-dir. Oğlanların sayı 22-dir, baxın. Oğlan 22-dir. Yaşların cəminə A deyərəm. A bölünsün 22 bərabərdir 25-ə. Ortalaması 25-dir. Onda buradan A bərabərdir 25 vur 22. Qızların yaşlarının cəminə B deyərəm, bölərəm sayına, bərabər olar 30-a. B də bərabərdir 30 vur 18. İndi bizə deyir ki, ümumilikdə yaşlar yox uşaqlar, topladığı ballar üzr istəyirəm. Eyni şeydir, amma həll qaydası düzdür. Bütün uşaqların ədəd ortası, ballarının ədəd ortası. Onda hamısını toplayaram. Yəni 25 vur 22, üstə gəl 30 vur 18. Bölünsün hamısının sayı. 22-nin 18-in sayı da eləyir 40. Bərabərdir. 25-i 22-yə vuranda 550 eləyir. Üstə gəl. 30-u 18-ə vuranda 540 eləyir. Bölərəm 40-a. 990-ı bölərəm 40-a. 990 yox uşaqlar. 1090-ı bölərəm 40-a. Sıfırlar gedər. 109 böl 4 deyir 27 tam onda 1. 27 tam 125. Hesab səhv etmədik görən uşaqlar. Bir dənə diqqətlə baxaq. 22 A olsun. 22'ye böldüm oldu 25. Bəli. Çarpaz vuranda 25'i 20'ye vurdum.
550 düzdür. 18'e böldü. 3'ü de 18'e vuranda 24, 540. Bu da düzdür. Toplayanda da 1090 eləyir. 1090 da 40'a böləndə 109 böldü 4. Bəli, 27 tam %25. Budur sual uşağa cavab. Hesab səhv olsa qeyd eləyərsiniz rəy bölməsində, amma həll budur. AC 4'dür, CD 5'dir, AB'nin tapın x. Bilirik ki x'in kvadratı bərabərdir 4 vurulsun 4 plus 5 yəni 9, 36. Buradan da alınır ki x bərabərdir 6. 29. OD şüası AOC bucağının tənbölənidir. X'i tap. Əgər tənböləndirsə, bunlar bir-birinə bərabər olacaq. 2x plus 36, 2x'i sola keçirsəm 3x olur. X də bərabər olur 12'ye. Yəni B bəndi. Və 30. Mərkəzi 1,5 və 1,7 nöqtələrindən keçən çevrənin tənliyi yaz. Demək uşaqlar, mərkəzi 1,5'si olur x çıx 1'in kvadratı, üstəgəl y çıx 5'in kvadratı. Üstəgəl bərabərdir radiusda bu iki nöqtə arasındakı məsafədir. 1'dən 1 çıxaram, qalar 1. 1'dən 1 çıxaram, qalar 0, 1 nə idi? Üzərinə gəl, 7'dən 5 çıxaram, 2, digər kvadratı da 4. İndi uşaqlar, köş altda 4'dən də 2 çıxır, radius oldu 2. Sağ tərəfdə də radiusun kvadratı olur deyə 4 və salam ifadə olduğu bu. Deməli uşaqlar, 60 dənə sual izah elədik, 2 dənə sınaq, 60 dənə sual. Bu PDF-ləri kanallarımızdan, Telegram kanalımızdan da, WhatsApp qruplarımızdan da əldə edə bilərsiniz. Əlavə olaraq da ödənişsiz sınaq qruplarımız qoşulmaq üçün də bu nömrəyə yaza bilərsiniz. Normalda ödənişli olur, bu il ödənişsiz eləmişik, hər kəs qoşula bilər. Bu nömrəyə yazsaz kifayət eləyir. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.